Tərtər rayonunda 1991-ci il təvəllüdlü Elmar ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Xuraman'a xəsarət yetirib. Məlumata görə hadisə ötən il mayın 6-sında saat 19:50 radələrində Tərtər şəhəri Elman Səfərov küçəsində yerləşən evdə baş verib. Məhkəmə qərarı ilə həmin ünvanda yaşamaq hüququ olan keçmiş ər-arvad arasında Elmarın Xuramanın geyiminə etiraz etməsi və qısqanclıq səbəbilə mübahisə yaranıb. Sərxoş vəziyyətdə olan Elmar qadına şillə və yumruq zərbələri endirib. Daha sonra hamamda dəmir vedrə ilə onun baş nahiyəsinə vuraraq xəsarət yetirib. Elmar Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunub və məhkəmədə təqsirini etiraf edib. O bildirib ki, işləmir, üçüncü qrup əlildir. 2017-ci ildə boşansalar da keçmiş həyat yoldaşı ilə eyni evdə yaşayırlar. Hadisədən əvvəl ailə üzvləri ilə birlikdə toy məclisində olublar. Tərtər rayon məhkəməsinin hökmü ilə Elmar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona gecə saat 23:00-dan 06:00-dək evi tərk etmək, rayon ərazisindən çıxmaq qadağan olunub. Elektron nəzarət vasitəsi taxılması, yaşayış və iş yerinin dəyişdirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Həmçinin cəza müddətində kütləvi və digər tədbirlərin təşkili və iştirakına qadağa qoyulub.